Salam, xoş gördük sizləri yenidən mənim kanalımda. Mən sizin coğrafya müəlliminiz Turan müəllim. Bugün sizlərə 20 aprel 2025-ci il tarixdə keçirilmiş MGM və OTK-nın birgə təşkilatçılığı ilə baş tutan, deməli, ikinci blok üzrə sınaq imtahanının coğrafya suallarının izahını verəcəm. Hal-hazırda sualları görürsünüz ekranda siz. Biz qələmimizi götürək, başlayaq sualların izahına. Çalışacağım ki, sualları izah edərkən biraz kənara çıxım. Ona görə bir müddət, belə deyək də, uzun müddət çəkə bilər sınavların izahı. Amma bacardığım qədər e, çalışacağım ki, qısa müddət ərzində bunu yekunlaşdıraq. Amma yenə deyirəm, əvvəlcədən bu uzun müddət çəkə bilər. Ona görə ki, mən sualların izahında müəyyən qədər kənara çıxacağam. Deməli, 31-ci suala baxırıq. Burada nə deyir? Qitələri şərqində yerləşən dəniz limanlarını müəyyən edin. Biz bilirik ki, İskəndəriyyə Misirdədir, yəni şimaldadır. Misir Araq dəniz sahilindedir. Ona görə A variantı gedər. A variantı pozar. Burada doğru cavabı. Sonra biz baxırıq orada B variantına. Santos, Tubaran, Dampir. Dampir deməli Avstraliyanın şimal-qərbinə düşür. Ona görə pozar. Burada Marsel. Burada Vancouver qərbdədir. O pozur. Marsel burada Fransanın cənubundadır. Ona görə Avropanın cənubuna düşür. O pozur. Sonra burada biz baxırıq nəyə? Port Hedland. Bax, bunlar ikisi düz gəlir. San Francisco və New York. San Francisco Braziliyaya düşür. New York da belə deyil. Yox, San Francisco ABŞ-ın qərbinə düşür. New York buradan bu pozdur. Port Hedland ona görə pozdu ki, qərbə düşdü. Burada doğru cavab nə olur? Newcastle Avstraliyada, Richards Bay deməli Cənubi Afrika Respublikasında, Philadelphia isə hara düşür? Philadelphia düşəcək ABŞ-ın şərqinə. Və doğru cavabımız nə olacaq? 31-ci sualda Y variantı. 32-ci suala baxırıq. Braziliya və İndoneziya üçün oxşar xüsusiyyətləri istəyir bizdən. Meşə ehtiyatlarla zəngindir. Bəli, çünki ekvator ilə düşürlər. Əlvan metallarla belə deyək, zəngin olacaq. Braziliyada boksit var, İndoneziyada isə qalay wolfram. Bir neçə dəniz, Braziliyada elə bir ciddi dəniz yoxdur ətrafında, ona görə bu 3 olmaz. Təbii kauçuk, bunlar ekvatorial iqlimimizə deməli nə olar? Orada kauçuk və yaxud hevey ağacı var. Hevey ağacından nə əldə edirlər? Kauçuk əldə edirlər. Avtomobil yolları olmaz. İndoneziyada elə siz deyən avtomobil yolu yoxdur. Megalopolisdə biz bilirik ki, 6 dənə megalopolis var. Heç birisi bunlara düşmür. Doğru cavabımız nə olacaq? 1, 2, 4. O da isə D variantındadır. İndi variant fərqi olaraq burada A variantında D variantı düz gəlir. O heç. Amma doğru cavab burada 1, 2, 4-cü bəndlərdir. 33-ə baxırıq burada. Nə istəyir 33-də bizdən? Deyir ki, A məntəqəsində temperatur 16-dır, B məntəqəsində isə temperatur -8-dir. Gəlin baxaq, A ilə B arasındakı fərqi tapaq. 16-dan çıxarıq -8-i, eləyər neçə? 24. Deməli, A ilə B arasındakı hündürlük fərqi necə olar? 1000-ə 6 düşürsə, neçə metr qalxmalıyıq ki, 24 düşsün? Bu zaman biz tapırıq ki, 24-ü vurarıq 1000 eləyər 24.000, onu da bölərək 6-ya. Deməli, x-imiz bərabər olar 4000. Deməli, dağımızın hündürlüyü 4000 metrdir. Bəs o 4000 metrdə neçə dənə horizontal var? 1 aralıq, 2 aralıq, 3 aralıq, 4 aralıq və 5 aralıq. Deməli, kəsmə yüksəkliyimiz neçə metrdir uşaqlar? 4000-i bölərək 5-ə, cavabı olaraq 800. Kəsmə yüksəkliyimiz 800-dürsə, onda bu birinci horizontal 800, ikinci horizontal 1600, üçüncü horizontal 2400, üçüncü horizontal isə, yəni bir də deyirəm, birinci horizontal 800, ikinci 1600, üçüncü 2400, dördüncü isə 3200 metr olacaq. Yəni C məntəqəsinin yerləşdiyi horizontal hündürlüyü 3200 metrdir. A isə dənizə tökülür. A isə dənizə sahildir. Deməli, A-nın hündürlüyü 0 metrdir. Deməli, çayın düşməsindən olacaq 3200-dən çıxarıq 0-ı, bərabər olar neçəyə? 3200 metrə. Bu düşməni də nəyə bölürük uşaqlar? Biz 1000-ə bölürük. Bərabər edir nə? 3,2 kilometr, yox, metr bölünsün kilometrə. Hansı variantdadır? B variantındadır. 33-cü sualda doğru cavab belədir. Həlli yolu isə bu cürdür. Biraz biz qələmi nazildə, bu çünki daha çox yer tutur. Növbəti sualımız 34-cü sualdır. Deməli, uyğunluğu müəyyən edəcəyik burada. Tərtər çayı daş kəsəndən keçmir. Tərtər keçir Kəlbəcərdən, Ağdərədən, Tərtərdən, indi hal-hazırda Ağdərə var deyə Ağdərədən və Bərdədən. Bir ona görə səhvdir. Dərhal birləri atarıq. A-nın B-ni atarıq və Y-ni atarıq. Sonra Köndələnçay Füzulidən keçir düzdür. Okay. Viləş Masaldan keçir düzdür. Həkəri. Həkəri Cəbrailə düşməzdir. Həkəri ona görə 4 orada səhvdir. Girdimançay orada Qəbələyə düşməz. Deməli, bu da səhvdir. Kürmükçay qaxa düşər. Doğru cavab nə olar? 2, 3, 6 D variantı. 34. 35-ci suala baxırıq. Nə istəyir bizdən? Qanı xəritə şəklində yayılmış çəmən meşə torpaqlarının Kür-Araz ovalığında yayılmış boz torpaqlardan fərqli əlamətləri. Mülayim istidir. Qanı xəritə mülayim istidir. Kür-Araz isə deməli yarımsərə quru çöldür. Tektonik çökmə. Hər ikisi tektonik çökmədədir.
Yaranmasında etiraz olan amillər, bəli, yeraltı sular burada mühüm rol oynayır. Kür arazida isə o iqlimə görə boz torpaqlardır. Üçü götürərik. Kür dağ arası çökəkliyi təbii vilayətindədir. Hər ikisi Kür dağ arasındadır. Ona görə götürmək. Yəni 2 ilə 4-ü atsaq, demək olar ki, cavabını eləyə bilər, tapa bilər. Amma biz axıra qədər gedək. Qanı Xəyrçayda nə var? Düzən meşə var, amma Kür arazida boz torpaqlar üzərində elə bir şey yoxdur. Hər ikisində antropogen yaşlı suxurlar var. Doğru cavabımız nə olacaq? Yəni qanı Xəyrçayın Kür arazidən fərqi nə olacaq? 1, 3, 5. 1, 3, 5 hansı variantdadır? D variantındadır. 36-ya baxırıq. Gəncə, Daşkəsən və Qazax Tovuz iqtisadi rayonlarında mövcud olmayan faydalı qazıntı şərti işarəsini müəyyən eləyin. Deməli, qızıl var. Gəncə, Qazax Tovuzda orada belə deyək də Gədəbəyə düşəcək. Qızıl var. Neft Ceyrançöldə var. Ceyrançöldə hər ikisinin ərazisi düşür. Ceyrançöldə var. Dəmir Daşkəsəndə var. Gəncə Daşkəsənə düşəcək. Mis Gədəbəydə Qaradağ yatağı var, düşəcək. Bəs bu nədir? Bu molibdendir. Molibden isə Paraqaçaydadır. O da Naxçıvandadır. 36-cı sualda tapdıq. 37-ci suala baxırıq. 37-ci sualda nə istəyir bizdən? Yaponiyanın sənaye sahalarının çox hissəsi inkişaf etmiş digər dəniz sahil region və ölkələrdə olduğu kimi sahil boyunca yerləşir. Bu əsasən xam malın xarici ölkələrdən dəniz yolu vasitəsilə gətirilməsi ilə əlaqədardır. Bu müəssisələrin sahil boyunca yerləşməsi istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsinə imkan verir. İndi biz də baxırıq, bu mətnə əsasən hansılar doğru deyil? Baxırıq, müəssisələrin bu cür yerləşdirilməsi istehsalın gətirmə xam maldan asılı olduğunu göstərir. Bu doğrudur. Yəni, görürsünüzmü? Yazıb ki, bu xam malın xarici ölkələrdən dəniz yolu vasitəsilə gətirilməsi ilə əlaqədardır. Yəni, xam mal xarici ölkədən gətirir və hara gəlir? Gəmi limana gəlir deyə müəssisələri limanlarda yerləşdiririk. Müəssisələrin bu cür yerləşdirilməsi ABŞ və Qərbi Avropa üçün də xarakterlidir. Bəli, burada toxunur buna. Deməli, inkişaf etmiş digər dəniz sahili region və ölkələrdə olduğu kimi deyil. Müəssisələrin burada yerləşməsi istehsal olunan məhsulun qiymətinə təsir edir. Bəli, maya dəyərini aşağı salırsa, maya dəyəri aşağı düşsə, avtomatik satış qiymətinə də təsir eləmiş olur. Müəssisələrin burada yerləşdirilməsi nəqliyyat xərclərini azaldır. Bu da doğrudur. Niyə? Çünki müəssisələr orada yerləşdirildiğinde istər-istəməz limandan ölkənin daxillərinə daşımırsan deyə, belə deyək də, digər nəqliyyatı neynəmirik? Biz işlətmirik. Məsələn, dəmir yolu işlətmirik. Sahil boyunca sizə metallurgiya müəssisələri yerləşdirilmişdir. Bunu biz deyə bilmərik. Niyə? Çünki sən burada təkcə metallurgiyanı yox, hər şeyi burada yerləşdirə bilərsən. Daş kömürü də yerləşdirə bilərsən və yaxud bir çox sənaye müəssisələri yerləşdirə bilərsən. Burada yəni metallurgiyadan söhbət getmir də, bütün sənaye müəssisələrindən söhbət gedir. Doğru cavab nədir? Y bəndidir burada. 38. Nisbətən asan sualdır. Sinsiyan Uyğurda Lobnor gölü var. Qazaxstanda Balxaş. Yəni bunu bir çox istənilən fiziki coğrafiyada, istənilən halda ya da iqtisadi coğrafiyada öyrənirik. Biz Qırğızstanda İssiqqul gölü var. Türkiyədə isə Tuz gölü var. Doğru cavabımız belə olmalıdır. 1-ə D, 2-yə A, 3-ə B, 4-ə C, B variantıdır. Doğru cavabımız. 39-a baxırıq. Həqiqi sahəsi budur, xəttəki sahəsi budur. Miqyas nəyə bərabərdir? Miqyas bərabərdir. Miqyas bərabərdir. Burada nə olar? Kök altında 1562,5'i bölərik neçəyə? 2,5'ə. Bundan da bərabər olar kök altında neçə çıxar? 625. Kök altında 625 çıxar. Bəs ondan neçə çıxar? 25. Deməli, miqyas bərabərdir 1 santimetrə 25 nə? Kilometr. Bəs bizim xəritədə, həmin xəritədə meşənin qərbinə şərqinə məsafəmiz nə qədərdir? 22,2. Bəs 22,2 neçə olar? 22,2 bərabər olur x-ə. Buradan biz taparıq ki, 22,2-ni vurarıq neçəyə? 22,2 vurulsun 25 kilometrə. O da təxminən neçə eləyər? 555 kilometr. Çünki 20-ni vuranda 25-ə 500 eləyir. Digərlərin hamısı görürsünüz 500-dən azdır. Avtomatik burada 22,2'si də vardı. 2,2'si də var. Ona görə avtomatik 555 götürəcəyik burada. Növbəti sualımız 40-cı sualdır. Baxaq 40-cı suala. Biz 40-cı sualda deməli Mingəçevir su anbarı ətrafında yerləşən inzibati rayonları müəyyən eləyəməliyik. Deməli, baxırıq burada Şəmkir, Samux, Ağdaş. Ağdaş Mingəçevirə tərəf getmir. Ağdaşı oradan çıxarır. Düzdür. Sonra biz Göy gölü bilirik ki, o tərəfə getmir. Göy göldə çıxarır. Sonra biz baxaraq Ağdaşı yenə çıxarıq. Buradan Oğuzu da çıxarıq. Doğru cavab nə olur? Yevlax. Yevlax oradan gedəcək düzdür. Samux 100%. Goranboyun da bir tərəfi gedib Mingəçevir su anbarına çatır. Doğru cavab nədir? A bəndidir. 41-ci suala baxırıq. Deyir ki, yay gün dönümü günü günəş şüalarının 30,5 dərəcə bucaq altında düşdüyü məntəqələrin yerləşdiyi coğrafi enlikləri tapın. Bizim bucağımız bərabər neçəyə? 30,5'ə.
Zenitimiz də yay gündönümümüzdə zenit bərabərdir 23,5 şimal enliyi. İndi baxırıq. Düsturumuzda qoyuruq yerinə 90 çıxılsın enlik plus minus zenit bərabərdir bucağa. Hə, indi biz enliyimizi bilmirik. Bu zaman biz nə edirik? 1. 90-dan çıxırıq enliyi. Enliyi bilmirik. Plus 23,5 bərabərdir nəyə? 30-a. Bir dəfə bununla gedirik. Plus eləmişiksə, deməli şimal enliyini isə plus eləmişsə, deməli şimal yarımkürəsindəki enliyimizi tapırıq. 90-dan enliyi çıxarıq, amma enliyimiz nədir bilmirik deyə 23,5-ə gələrik üstündə. Neçə eləyər? 113,5 113,5 çıxılsın enlik bərabərdir 30,5. Enlik buradan bərabər olar neçəyə? 113'dən 30 çıxanda qalar 83. Bəli, 83. Amma 83 nə? Şimal enliyi. Və 83 şimal enliyi ilə olanda bir dənə cavabımız var. Bu da B-dir. İndi bunu digər variantda belə də hesablasaq 90 çıxılsın enlik, bir də çıxılsın 23,5 bərabər nəyə? 30,5-ə. Amma bir çıxdığımıza görə, bir daha çıxdığımıza görə deməli cənab yarımkürəsindədir. 90-dan 23,5-ə çıxırsa neçə qalır? 66,5. 66,5-dən neçə çıxanda 30,5 alırıq. Deməli cavab buradan bərabərdir neçəyə? 36-ya. Amma necə? Cənub yarımkürəsində. Sonra 42-yə baxırıq. Kənd təsərrüfatı təyinatı torpaqların sahəsinin daha çox olduğu ölkələr. Kiçik ölkələri çıxarıq da burada. Məsələn, tutaq ki, Finlandiyanı çıxarsan, ondan sonra Cəzairi çıxarsan, Ərəbistanı çıxarsan. Niyə? Çünki bunun ərazisinin çox hissəsi bataqlıqdır, yararsız olacaq. Bunun ərazisinin çox hissəsi səhralıqdır, yararsız olacaq. Çinin böyük bir hissəsi burada nədir? Belə deyək də, kənd təsərrüfatına yararlıdır. Ona görə 3-ü götürərik. Argentinanın burada böyük bir hissəsi kənd təsərrüfatına yararlıdır, götürərik. La Plato valağına düşür. Braziliyanın da bax bu hissəsi deməli kənd təsərrüfatına yararlıdır. Düzdür, burada Amazon meşələri olmaz. Amma bura kənd təsərrüfatına yararlıdır. Doğru cavab nə olacaq? 3, 4, 5. Hansı variantdır? Y variantıdır. Sonra biz baxırıq burada nəyə? 43-ə. Ərazilərə uyğun gələn torpaq tiplərinin müəyyən eləyin deyir. Bir haradır? Qaradənizin şimalı. Hansı təbii zonaya düşür bu? Təxminən çöl zonasına. Çöldə nə olur? Çöldə olur qara torpaqlar. B getdi ora. İki haradır Ərəbistan. Ərəbistanda boz torpaq olar. İndi bozla olan bir dənə burada boz qonurdu. 2-yə Y. Bəs bu haradır? Qərbi Avropa. Qərbi Avropada enli yarpaqlı meşədirsə, nə torpaq olar? Qonur torpaq olar. Doğru cavab nədir? D-dir. 1-ə B, 2-yə Y, 3-ə D. Hansı variantdır? 1'ə B, 2'yə 3'ə D hansı variantdadır? D variantındadır. Tamam. Biz baxırıq buradan. Biz növbəti sualımız nədirsə ona baxaq. 44-cü sualda görə necə sualdır? Hə, asan sualdır nisbətən. Çünki burada görürsünüz şəkər çuğunduru, kətan, kartof, buğda. Bunlar sırf mülayim bitkiləridir. Mülayim isə o qədər də isti deyil. Deməli, fəal temperaturların cəmi daha çox olması üçün biz nəyi götürərik? Çəltiyi götürərik. Çünki isti və rütubətlini istəyir bu çəltik bitkisi. İsti və rütubətli iqlim istəyir. 45-də nisbətən asan sualdır. 1 haradır? Moldovadır. 2 Rumıniyadır. 3 Bolqarıstandır. 4 Yunanistandır. 5 Türkiyədir. Cavablarda yəqin ki, biri Macaristan verib atarıq. Biri Moldova. Biri Macaristan verib atarıq. 2-ni Bolqarıstan, Rumıniya. Görürsünüz, Bolqaristanla çıxmaq olur. Deməli, burada qalır 2 variant. Belə də tapmaq olur da. Bolqaristan. Görürsünüzmü? Burada, yəni, 3'ü eyni gəlir. Biraz da məntiqlə tapmaq olar bu sualı. 4 ilə 5-i də yəqin ki, özünüz ayırd edə bilirsiniz. 4 haradır? Türkiyədir, yoxsa Yunanistandır. Burada doğru cavab nə olacaq? C variantı olacaq. Nisbətən düşünürəm ki, çətin görünsə də asan sualdır. 46-ya baxırıq. Sahil ərazilərdə buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin azalmasına səbəb olan deyilsə, azalmasına səbəb olursa, deməli bu necə cəryandır? İsti. Yox, fərqi artıran soyuqdur. Bizə isti cəryanlar lazımdır. Perunu çıxarıq, kənarı çıxarıq, Kaliforniyanı çıxarıq. Braziliyadır, Mozambikdir və Şimali Amerikadır. 2, 4, 6. 2, 4, 6 isə hansı variantdadır? A variantındadır. 47-ci suala baxırıq uşaqlar. Deməli, 47-ci sualımızda cavab necə olacaq? Ona baxmamışdan əvvəl gəlin suala baxalım. Kiçik Qafqaz dağlarına aid olan xüsusiyyətlər. Filiz faydalı qazlar, bəli, Azərbaycan Uralı deyirik Kiçik Qafqaza biz. Sürüşmə prosesi Böyük Qafqazda daha çoxdur. Çünki çökmə suxurlarla bağlıdır. Sönmüş vulkanlar var, bəli, Qarabağ vulkan arasında. Ölkə arasında ən qədimli suxurlar burada rast gəlir. Bəli, Kiçik Qafqazda o Şah dağa düşür də. Bilirsiniz yəqin ki. Hə, dağımız da olar. Meşələr quru çöllərlə talışdadır. Cənub-şərqdən şimal-qərbə mütləq hündürlük azalır. Əksinə, cənub-şərqdən şimal-qərbə doğru mütləq hündürlük artır. Doğru cavab 1, 3, 4 hansı variantdadır? Y variantındadır. Baxırıq 48-ə. Təbii artımla bağlı sual ümumiyyətlə qəbula düşür. Buna görə də biraz bu mövzunu yaxşıca təkrarlamaq lazımdır. 12 milyon 400 min əhalimiz var. 12 milyon 400 milyona nə qədər əhali artar?
Gəlin hesablayaq. 1000 nəfərə 3 nəfər artırsa. Nə edəcəyik? 3-ü vuracağıq 12 milyon 400 minə. Böləcəyik nəyə? 1000-ə. 3 sıfırım getdi, 3 sıfırım getdi. Qaldı nə? 12400. 12400 3-ə vuranda o da cavabda neçə verər bizə? 37200. 37200 verəcək bizə. İndi 37200 qalsın burada. Baxırıq. Ölkə əhalisi 12 milyon 430 min. Burada 12 milyon 400 min. Deməli, ölkə əhalisi nə qədər artıb? 30 min nəfər artıb. Yəni 12 milyon 430 mindən 12 milyon 400 mini çıxacaq. Deməli, ölkə əhalisi artdı 30 min nəfər. Sizi çaşdırmasın bu. Əksində ölkə əhalisi təbii artımdan 37.200 nəfər artıb. Amma ilin sonunda ölkədə bu qədər əhali olub. Deməli, o 7200 nəfər nə olub burada? Çıxıb gedib. Onlara da nə deyirik biz? Emigrant deyirik. Doğru cavab nədir? Y variantıdır. 9-cu suala baxırıq. Azərbaycanda antropogen dövrünə aid çökmə mənşəli süxurların kompüterimizin zaradkası bitir. Ona görə də bunu zaradka qoymaq lazımdır. Neyniyək? Biz bunu zaradka qoyaq. Tamam. Olur bəzən belə işlər. Hə. Davam edirik izahımıza. Deməli, burada nə olacaq bizdə sualda? Azərbaycanda antropogen dövrünə aid çökmə məşəl suxuların yayıldıqları düzənliklər. Sualda nə deyir? Hə, suala belə deyir ki, bir daha yoxlayaq, görək. Nə baş verdi burada bizdə? Tamam. Hə, burada baxırıq nəyə? Sualda deyir ki, Azərbaycanda antropogen dövrünə aid çökmə mənşəli süxurların yayıldığı düzənlik ərazilərdə əmələ gələn eksogen relyef formaları. Ümumiyyətlə, antropogen dövrünün süxurları 3 yerə bölünür. Bir çay, sonra antropogen dövrü və yaxud 4-cü dövr deyirik də buna. Bu çaya bölünür, dənizə bölünür, bir də nəyə bölünür? Çay, dəniz, vulkan. İndi vulkanik ailədə olar. Amma vulkanik ailədə biz moren təpəsi görmərik. Və çay və dəniz çöküntüləri əsasən düzənliklərimizdədir, aşağı ərazilərimizdədir. Həmin o aşağı ərazilərdə V şəkilli, yəni düzənliklərdə V şəkilli dərə görmərik, çünki dağlardadır. Moren təpələri bizdə buzlaq olan Böyük Qafqazda olar, olmaz. İndi burada qalıb Troq dərələr. O da Böyük Qafqazdadır, buzlaqlardadır, olmaz. Doğru cavabımız nədir? Yevən. Yəni düzənlik ərazilərimizdə çayların gətirmə konusu olar, bir də düzənlik çayların yaratdığı relyef forması meandrlar. Bu sualın cavabı bu Y variantında olan verilənlərdir. 50-ci suala baxırıq. Qışıq Quraqistan mülayim, yox, Qışıq Quraqistan soyuq iqlim tipini istəyir bizdən. Diqqətlə baxırıq. Soyuq iqlim Talışda var, burada da var, burada da var. Amma onu görürsünüzmü? Oran verməyib. 4 oran göstərmir. 4 biraz yuxarını göstərir, mülayim isti iqlimdir. Sonra 6-da. 6-da Naxçıvanda soyuq iqlim ola bilər, amma qışı quraq yox, yayı quraq keçir. Naxçıvan yayı quraq keçir. 6-nı da atırıq. İndi burada baxırsınız. Kiçik Qafqazın və Böyük Qafqazın ərazilərində qışı quraq keçən soyuq iqlim var, biraz da Talışda var. Amma Böyük Qafqazı burada Baş Qafqaz silsiləsi ilə baxsa, şimal-şərq yamacında soyuq iqlim var. Cənubi yamacında da soyuq iqlim var. Şimal-şərq yamacında qışı quraq keçəndir. Amma cənubi yamacında olan buradakı soyuq iqlim isə bol yağıntılıdır. Ona görə də 3-ü də atırıq. Deməli, nə olur? Kiçik Qafqazda burada Şahdağa da düşür. Burada Murov dağa da düşür soyuq iqlim. Burada isə deməli, hara düşəcək? Deməli, yan Sisiliya tərəfə düşəcək. Doğru cavabımız nə olacaq? 1, 2, 5. C variantı. Növbəti sualımız 51-ci sualdır. Doğru ifadələri müəyyən edin. Deyir, Sibir çaylarının qidalanmasında qar və yağış suları üstünlük təşkil edir. Bu qalsın. Şimali Avropada vulkanik göllər geniş yayılmışdır. Burada vulkanik olmaz, buzlaq olar. Venerin, Vetterin, ondan sonra Sayma, Inari. Taxo və Po çayları haranın çaylarıdır? Cənubi Avropanın. Yayda necə olur orada? Quraq. Suvarmada istifadə olunurlar, olunurlar. Niyə olunmur yazılıb? Deməli, bu səhvdir.
3 səhvdir, 2 səhvdir. Biraz bax, belə işləmək lazımdır. 2-ni ataq, 3-ü ataq, 2-ni ataq. İndi 4-ə baxırıq. Dəzlə və Fərat çayları öz başlanğıcını Anadolu yaylasına, yəni Türkiyədən götürürlər. Bu okey, bu düzdür. İndi 5 səhvdir. Niyə səhvdir? Çünki Amur çayı il boyu bol sulu ola bilməz. Amur musson rejimli çaydır. Mussondursa, deməli 6 ay daha çox yağıntı düşəcək. Ən azından yəni fərq olmalıdır. 5 də səhvdir. Orta Avropanın bəzi çaylarının qabarma zamanı okean gəmiləri daxil ola bilir deyil çaylarına. Bu da söhbət burada Temzadan gedir. Yəqin ki, Temzanın da hansı limana gəmi gətirməsini bilirsiniz də. London limanına okean sahilində yerləşməsinə baxmayaraq okean gəmiləri gələ bilirsə, Temza çayındakı qabarmalara görədir. Doğru cavabımız nə olacaq? 6, 4. Bir də Sibir çayları qar və yağış suları üstünlük təşkil edəcək. Doğru cavabımız 1, 4, 6 C variantıdır. 52-ci suala baxırıq. Ural dağları böyük su ayırıcı dağlar. Şərq hissəsində rütubətli tropik iqlimdən söhbət getsə, Uralda ümumiyyətlə tropik iqlim olmaz, böyük su ayırıcı da olar. Paleozoy erasında bu da qoca dağdır, bu da qoca dağdır, hər ikisi. Qərb hissəsində daha çox yağıntı düşür. Deməli, Ural dağlarına qədər yağıntı gətirir qərb küləkləri. Hara? Ural dağlarına. Ona görə də bura olacaq. Cənub hissəsində subtropik iqlim qurşağında yerləşir. Bu böyük su ayırıcı dağlarıdır, Avstraliyadadır. Şərqində cavan platforma yerləşir. Söhbət Ural dağlarından gedir. Niyə? Çünki şərqində Qərbi Sibirdə o da cavan platformadır. Qərbində qədim platforma yerləşir. Bu Uralın qərbi şeyə düşür, Şərqi Avropaya. Böyük su ayırıcında qərbi deməli burada biz davam eləyək. Qərbində qədim platforma yerləşir. Hər ikisi üçün ortaq cəhət olacaq. Hansı variantda olacaq? 1-ə 3, 5. 1-ə 3, 5. Deməli, sonra 2, 4, 6. Yox, 1-ə 3, 5 yazdıq. Yox, 1-ə 3, 5, 2-yə 1, 4 yazmış. O da hansı variantdadır? C variantıdadır. 53-cü suala baxırıq. Deyir, 50 Selsi temperaturda havanın nisbi rütubəti 30% olarsa, 4 kub metr havada olan rütubətin miqdarını müəyyən edin. Yəni, baxaq. 1 kub metr havada 20 Selsidə nə qədər 100% neçə qram olur? 100% 17 qram olur. İndi neçə faiz var? 30%. Bəs o neçə qramdır? Onu tapalım. 1 kub metr hava üçün tapalım. Bu zaman 30'u vururuz 17 edir 510. Bərabər oldu 100x-a. Bu zaman x-imiz bərabər olur 5,10'da 1'ə. İndi 1 kub metr hava üçün 5,1 qram su buxarı varsa 4 kub metr hava üçün nə qədər su buxarı olar? 4'ü vuracaq 5,10'da 1'ə. Cavab olacaq 20,4. Növbəti sualımız 54'tür. Sumqayıt və Mingəçevir şəhərlərinin oxşar xüsusiyyətləri. Bunlar sənaye şəhərləridir. Deməli, hər ikisində elektrik stansiyaları var. Hər ikisində işçi qüvvəsi formalaşıb. 1950'lərdən sonra formalaşmış şəhərlərimizdir. Mineral su doldurma olmaz. Çünki mineral su doldurma xam mala meyl eləyən bir müəssisədir. Yüngül və yeyinti sənayesi olacaq. Niyə? Çünki həm şəhər əhalisi var, həm də burada əmək ehtiyatı, qadınlar, ucuz işçi qüvvəsi var. Elektroenergetika da var. Sənaye parkı Sumqayıtda var. Mingəçevirdə sənaye parkı haqqında mən eşitməmişəm. Neft emalı müəssisələri də Sumqayıtda olar, Mingəçevirdə belə deyək, əlvan metallurji olar. Olmaz. Doğru cavab nə olar burada? 2 və 3. Sonra gəlirik 55'ə. Bu görürsünüzmü? Okean tavalarının və yaxud litosfer tavalarının bir-birindən ayrılmasıdır. Divergent sərhəddir. Bu necə sərhəddir?
Divergent. Divergent sərhəddə yerləşir nə? Rift, sonra vulkanik ada, sonra nə yerləşir? Orta okean silsiləsi. Burada baxırıq. Marian Nov. Novlar konvergentdədir. Riftlər isə divergentdədir. 2. Pasxa adası. 6 dənə orada adı var. Daha çox məşhur olan divergent yerləşən adalardır. Müqəddəs Yelena, İslandiya, Azor, Pasxa, Hava, Galapagos. Bunlardan biri burada var. Bir də Orta Okean silsiləsi. Aha, Orta Okean silsiləsinin üzə çıxan hissəsində isə nə yaranır? Adalar yaranır. Vulkanik adalar. Hələ bax bunlardır. Aleut adaları da bu belə deyək vulkanik ada hesab oluna bilər, amma bu toqquşmadadır. Aleutdur, Yapondur, Mariandır. Bunlar toqquşmadadır. Ant dağları da Nazca ilə Cənubi Amerikanın toqquşmasındadır. Bu sualda doğru cavabımız 2, 3 və 4 olacaq. 56-ya baxırıq. AB istiqamətində fiziki coğrafi rayonlarda ardıcıl olaraq belə deyək, müəyyən eləməli ki, hansıdır? A-dan B-yə doğru. A nədir? Bax, bura nədir? Vulkanik yaylarda düzdür. Bax, belə bir şey gəlir vulkanik yayla. Bəs bura nə olur? Qarabağ dağları düzdür. Da indi Qarabağ dağları belə yerləşsin. Sonra burada Gəncədir də, belə bu Gəncədir. Sonra bax, buradan belə gəlib gedən, bura tam kürə yaxınlaşmır. Bura Qazax Qarabağdır. Deməli, bura gedəcək nə? 3. Sonra bura 1. Sonra Qazax Qarabağ. Bunu tapdıq. Qazax Qarabağ tapdıq. Tamam. Hani Qazax Qarabağ 2. Sonra bura görürsünüzmü? Küdrü Şirvan gedir də bu ərazi. Küdrü Şirvan 5. Burada isə Aznor Ceyrançöl də gəlir biraz bura qədər. Aznor Ceyrançöl 4. Deməli, ardıcılımız olacaq 3, 1, 2, 5, 4. Növbəti sualımız 57-ci sualdır. Baxaq bu suala nədir? Hə, adaları okeanlar üzrə müəyyənləmədə nisbətən asandır, çünki məşhur adalardır. Kalimantan hardadır? Sakit Okeandadır. Şri-Lanka Hinddədir. Kuba Atlantikdədir. Haiti də Atlantikdədir və Kubanın yanındadır. Tayvan isə yenə sakitdədir. Yəni, nisbətən asan sualdır. Situasiyada nədir? Arid iqlim şəraitində çayların su basarında əmələ gələn bu meşələr Azərbaycanın düzənlik ərazilərində yayılmış digər meşələrdən fərqlənir. Deməli, arid iqlim şəraiti çayın su basarı. Çay ətrafında da belə başa salmışsınız. Çay ətrafında. Düzənlik ərazilərdə əhali sıx məskunlaşdığı üçün meşələr intensiv antropogen təsirə məruz qalır. Əhali sıx məskunlaşıbsa, onu qırar, nə kimisə istifadə eləyər də yəqin ki. Bu meşə ekosistemini qorumaq üçün xüsusi mühafizə olunan ərazi təşkil edilmişdir. Deməli, qoruq var. Qoruq var yəqin ki, baxacaq ona. Mətndə verilmiş meşələrin əmələ gəlmə səbəbini və onların qorunması üçün yaradılmış qoruğun adını müəyyən edib yazın və qoruğun yerləşdiyi ərazinin xəritə çıxımda qeyd edin. Səbəb nədir? Sızan sular, çaylardan sızan sular. Çaylardan sızan şirin sular. Yəni, intrazonal anamildir. Əslində, intrazonal. Və yaxud burada biz başqa nə deyə bilərik? Yeraltı sular. Əsasən yeraltı sudur. Bunun da yaranma səbəbi çaylardan və yaxud Kür çayından da konkret deyək. Kür çayından sızan sular. Qoruğun adı Qarayazıdır. Qarayazı hardadır? Qarayazı Gürcüstanla sərhəddə. Bura düşür. Yaxşı. Bəs bunun o birisi sualı hanı? Hə, bu tərəfdə olar yəqin ki, baxaq. Mətndə verilmiş meşələrin adını 1. Hansı meşələr? Kür boyu olan meşələr? Tuqay meşələri. Tuqay. 2 nədir bəs? Hansı çayın sahilindədir? Kür. Bu nisbətən asan oldu biraz. Əgər situasiya belə düşsə qəbulda nə gözəl. 60. Mətndə verilmiş meşələrin sahəsinin azalma səbəbi olan antropogen amilləri müəyyən edib yazın. Ən azı 3 səbəb. Gəlin birinci səbəbi yazalım. Meşələrin qırılması. Qırılması. 2. Baxın burada elə göstərib də Kür çayının boyunca nə var görürsünüzmü? Şəmkir, Yenikənd, Mingəçevir, Varvara. Hə. Deməli, su anbarları. Su anbarlarının tikilməsi. Tikilməsi. 1000 hektarlarla torpaq su anbarının altında qalır. 3. İnsanların təsərrüfat fəaliyyəti. Kimsə meşəni qırıb yerində bağ əkə bilər, ev tikə bilər. İnsanların təsərrüfat fəaliyyəti. Tamam. Bu da bizim deməli
sınavımızın izahıdır. Ümid edirəm ki, səbr eləyib axıra qədər baxmısınız. Uğurlar hər birinizə.